birisi necədir? Mən vaxtı ilə Sayman Arıza deyirdim ki, mənlə olsun. Allah şahiddə özü də bəlkə var, baxır. Bax, hamıya deyirəm ki, mən dəfələrlə onu demişəm ki, ağlının başına yıxsın, siyasiləşməsin, siyasət başqadır. Deyirdi, mənim yanımda olsun, məndən ayrılmaz. Bu adam anlama, ona elə gəldi ki, mən səfihəm. Ona elə gəldi ki, mən çox təsadüfi adamam, gicəm, orta əsrlərdən o keçmişdən gələn bir zəif kölgəyəm, suluyətəm, elə olmadı. Sayman, mən sənə dəfələrlə dedim ki, mənimlə bir yerdə ol. Sən bunu anlamadın. Və indi nəticəvi çıxar, o şansları mən sənə vermişdim. Sənə o gətirən, Qədir Paşayeva ilə tanış edən, Azərbaycan ictimaiyyətinə təqdim edən həmtərişçi olub. Mən 2007-2008-ci ildə Sayman Aruzu Azərbaycan cəmiyyətinə təqdim eləmişəm, Qədir Paşayeva ilə tanış elətdirmişəm, digərləri ilə televizyonlara çıxarmışam və s. və ilə axır. Təəssüf olsun ki, o ilk növbədə məni heç yerə çıxartmadı. Məni heç kimlə tanıtdırmadı. O çox maraqlıdır ki, nəysə, Sayman, sənə mən şans vermişdim də, mən bu şanslardan istifadə eləmədim.